Salam əziz izləyicilərim, bugün sizinlə pizza hazırlayacağıq. İlk öncəliklə 2 stəkan unu bir qaba əlavə edirik. Daha sonra bir yumurta əlavə edirik və yarım çay qaşığı duz əlavə edirik. Bunun üzərinə 2 çay qaşığı şəkər tozu əlavə edib qarışdırırıq yüngül. Daha sonra 1 çay qaşığı maya əlavə edirik. Və 3 yemək qaşığı duru yağ əlavə edirik. Və yarım stəkan suyun üzərinə yarım stəkan da süd əlavə edirik. Amma bu ev temperaturu şəraitində olmalıdır. Soyuq olmamalıdır mayamıza görə. Bunu yaxşıca yoğururuq. Və südün hamısını əlavə etmirik. Və hətta mən hamısını əlavə etməsəm belə biraz yumuşaq alındığı üçün bir qaşıq da un əlavə etdim. Və əli yapışmayan çox gözəl bir xəmirimiz alınır. Bunu qoyuruq mayalanmağa. Artıq xəmirimiz mayalanıb, hazırdır. Biz listi yağlayırıq və başlayırıq əlimizdə xəmiri açmağa. Və xəmirimiz artıq açılıb, tam hazırdır. Və sos olaraq mən mayonez, ketçup və tomatdan istifadə edirəm. Bu zövqə görə dəyişir. Mən bunu çox sevirəm. İstəsəz siz başqa da soslardan istifadə edə bilərsiniz. Və sıra gəldi pendiri rəndələməyə. Pendiri rəndələyib daha sonra pizzamızın üzünü hazırlamağa başlayırıq. Bu üzün hazırlama prosesi də zövqə görə dəyişə bilər. Kim nəyi sevirsə və yaxud kim necə istəsə elə cür də edə bilər. Biz kalbasa, sosiska, pomidor və biberdən istifadə edirik. Zövqə görə bu da dəyişir əlbəttə. Və bunların hamısını əlavə etdikdən sonra biz orada sobamızı istiləndirməliyik əvvəlcədən 180 dərəcə alt-üst rejimdə. Və pizzamız artıq hazırdır. Çox gözəl görsənir. Mən üzərinə bunun daha ən sonda pendir əlavə edirəm. Siz istəsəz edə də bilərsiniz, etməyə də bilərsiniz. Bu da hər kəsin öz zövqünə görə dəyişir.